Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Türk Dövlətlər Birliyinin ədəbiyyat üzrə Sumqayıt şəhər təmsilçisi, prezident təqaüdçüsü Rəfail Yusubəli oğlu Hətəmov 1951-ci ildə mart ayının 21-də Laçın rayonunun Ərdəşəvi kəndində anadan olmuşdur. Atası Paşayev Yusubəli uzun müddət öz rayonunda məsul vəzifələrdə 10 ilə yaxın kolxoz sədri işləmişdir. Atası çox işgüzar, cəsarətli insan olmuşdur. Öz hörmət və izzəti ilə seçilmişdir. Rəfail Laçınlının uşaqlıq illəri Laçın dağlarının gözəl ab-havasında, havada qıy vurub uçan kəklikli, turaclı yaylaqlarında keçmişdir. Dostları ilə o dağları hər gün qarış-qarış gəzmiş, yoruldum deməmişdir. Bu gözəl ab-havada, bu gözəl təbiətin qoynunda saf böyüyən Rəfail Laçınlı uşaq vaxtlarından ara-sıra şeirlər yazmağa başlayır. Onun ilk şeiri Laçın rayonunun qəzetində çap olunur. Şair orta məktəbi bitirdikdən sonra Bədən Tərbiyə İnstitutuna daxil olur. Çox gözəl, mənalı tələbəlik illər keçirir. İnstitutu bitirdikdən sonra öz doğma kəndinə qayıdır. Uşaq, gənclər idman məktəbində baş məşqçi, müəllim kimi fəaliyyətə başlayır. Ailə həyatı qurur, 3 qızı, 1 oğlu olur. Qızının adını Natəvan, oğlunun adını Şəhriyar qoyur. Ömrünün ən xoşbəxt günləri başlayır. Hər balalarına baxdıqca qəlbində qürur hissi keçirir. Ancaq erməni terrorçularının doğma yurd yuvamıza hücum etməsi Rəfail Laçınlının əhvalını qarışdırır. 1992-ci ildə 2-ci Xocalı faciəsinin olmaması üçün Laçın rayonu ermənilərlə həmsərhəd olduğuna görə Nazirlər Sovetinin qərarı ilə el obası köçürülməli olur. Ancaq atası bir qrup adamla kənddən çıxmır. Sözü də bu olur ki, erməni kimdir ki, mən ondan qorxub öz torpağımı tərk edəm. Öz inadından onu döndərə bilmirlər. O, kənddə qalır və öz yurdunda da şəhid olur. Bu ağrı da şairin qəlbini daim sızladır. Ağrı acı ilə atasını yad edir. Öz ailəsi, bacı-qardaşları ilə birlikdə Sumqayıt şəhərində məskunlaşırlar. Elindən, obasından ayrı düşmüş Rəfail müəllim dərdini heç nə ilə ovuda bilmir. Ona görə də Rusiya şəhərinə qardaşı İsrailin yanına gedir. Qardaşı Tolyatti şəhərində ağac emalı kombinatının direktoru olduğu üçün onun müavini işləyir. Bir müddət orada yaşadıqdan sonra yenə Sumqayıt şəhərinə qayıdır. Min bir əziyyətlə olsa da özünə ev tikdirir ki, övladları firavan yaşasın. Ancaq gözlənilmədən şairin həyatında ən kədərli bir bədbəxt hadisə baş verir. Oğlu Şəhriyar dənizdə çimərkən epilepsiya xəstəsi olduğundan suda boğulur. Oğlu 9-cu sinifdə oxuyurdu. Çox savadlı şagird idi. Şəhər və respublika olimpiadalarında fəxri yer tutmuşdu. Onun gələcəyinə çox inanırdı. Bu bədbəxt hadisədən sonra şair çox sarsılır. Tanrı onu naümid qoymur. İkinci oğlu dünyaya gəlir. Adını yenə Şəhriyar qoyur. Ancaq çox çəkmir ki, Rəfail Laçınlının həyat yoldaşı oğlunun ölümünə dözə bilməyərək ürəkdə gizli infarkt keçirərək dünyasını dəyişir. Rəfail Laçınlı 3 qızı, bir kiçik körpə oğluna özü baxır. Qızlarına ali təhsil verərək toylarını edir. Qızlarının 3-ü də ailəlidir. Övladları var. Kiçik yaşlı Şəhriyar artıq böyüyübdür. 75 yaşlı ustad şairimiz Rəfail Laçınlının həyatda yeganə dayağı, yeganə təsəllisi oğlu Şəhriyardır. Rəfail Laçınlı ədəbiyyata kənddən, təbiət gözəlliklərinin əks olunduğu Laçından gəlmişdi. Odur ki, şeirlərində kənd və təbiət lövhələri diqqəti cəlb edir. O, yurd həsrətindən, Laçınsız keçən günlərindən, onu düşündürən həyati məsələlərdən, məhəbbətdən, sevgi duyğularından yazıbdır. Onun rübailəri, bayatıları həmin kökdən bəhrələnirdi. Kitabında qəzəllər də yazmışdır ki, bu da şairin klassik şeirə olan duyğusallığından irəli gəlirdi. Rəfail Laçınlı Vüsal həsrəti, rübailər, vətən yanğısı, zəfər gününü görmək üçün yaşadım, seçilmiş əsərlər,
1001 rübai divan kitablarını yazmışdır. Rəfail Laçınlının Vüsal Həsrəti şeirlər kitabında Tək palıd şeiri insan təbiət vəhdətini əks etdirən bir şeirdir. Necə gəlib hardan düşmüşəm bura? Qərib-qərib elə baxma, tək palıd. Səni gördüm, duz səpildi yarama, yandırıban məni yaxma, tək palıd. Dövran çöndü, əlim ildən üzüldü, gözlərimdən qanlı yaşlar süzüldü, qızıl palıd gövdəsindən üzüldü. Əlbəttə, bu palıd ağacı şairin öz kəndində gördüyü palıdı xatırladır və sonda yazır. Rəfailin dərdi səndən ağırdı, gördüm səni, qəlbim daha ağrıdı. Bir də gördüm, vətən bizi çağırdı, gəl qundaq ol silahıma, tək palıd. Şeirdə tək palıd obrazında həm də insan taleyi öz əksini tapmışdır. Rəfail Laçınlının 2000-dən çox rübaisi var. O bu rübai janrına hələ gəncliyində maraq göstərmişdir. Şairin rübai sevgisi təkcə sevgi olub qalmayıb, bu sevgi özünün bədii təcəssümünü də tapmışdır. İstəməm loğmanın iynə dəvasın, ürəyim istəyir dağın havasın. Ölürəm qoy ölüm bulaq başında, unudum dünyanın dərdin səfasın. Torpaqları işğal olunmuş Rəfail Laçınlı ürəyində qaysaq bağlamış bu ağır dərdi ifadə etməli idi. Vətən, yurt həsrəti ilə qəlbi alışıb yanan şair, fələklə üz-üzə olan rübailərində qəmlə keçən günlərindən ürəyində qövs edən Laçın dərdindən söz açır. Haqdan yanan şamam, dönən deyiləm, Laçına dönməsəm ölən deyiləm. İlhamla, inamla iqtidar gəlir, qürbət eldə ölmək mənə ar gəlir. Rəfail Laçınlı 30 il qəlbində övlad ağrısı yaşamış, biri olaraq vətən həsrəti ilə alışıb, şam kimi yanaraq gecə-gündüz dərdlərini dəftərə köçürdü. Təsəllisi bir qələm, bir də yazdığı şeirlər idi. Öz oğlu Şəhriyarın əziz xatirəsinə həsr etdiyi Şəhriyarnamə əsərini yazdı. Bu əsər poema, dastan adlanır. Bu böyük əsərinə görə şair Qızıl Qələm media mükafatına layiq görülür. Rəfail Laçınlının yaradıcılığında sevgi, məhəbbət duyğuları da geniş yer tutur. Vüsal, hicran, sevgiyə həsrət onun sevgi şeirlərinin tematikasını təşkil edir. Rəfail də sevdi, bəxtəvər oldu. İtirdi sevdasın, bixəbər oldu. Bir dünya gözəli ona naz etdi, taleyi Məcnundan betər oldu. Qəlbi vətən həsrəti ilə çırpınan, elindən obasından didərgin düşən şairin ancaq qəlbində bir inam, ümid qığılcımı vardı ki, gec-tez öz vətəninə qayıdacaqdır. Çünki o, Türk ordusuna, Türk oğluna güvənirdi. Yağı düşmənə bu vətən qala bilməzdi. Türk sən deyib qarı düşmən, savaş edir bugün məndən, qalx ayağa vətən oğlu, baban türkdür, mən də türkəm. Uman yerim ərkimdir türk, öz-özümü dərkimdir türk. Nizamimdir, Füzulimdir, Rəfailəm, əslimdir türk. Onun arzuları 2020-ci ilin dekabr ayında həyata keçdi. Ali Baş Komandanımızın müdrik siyasəti nəticəsində, igid oğullarımızın qəhrəmanlığı sayəsində şəhidlərimizin qanı bahasına Laçın rayonu işğaldan azad olundu. Bu xəbər şairin qəlbini dağa döndərdi. Gözlərin aydın, şair, qələbə bizim oldu. Yaşasın dövlətimiz, yaşasın millətimiz.